Hər vaxtınız xeyir. Mən Yeni Nəsil Tədris Mərkəzinin Azərbaycan dil və ədəbiyyat müəllimi Şəhla Musayeva bugün sizlərə eyni köklü sözlər haqqında məlumat verəcəyəm. İstər məktəbdə şagirdlərimə, istərsə də hazırlaşdırdığım abituriyentlərə bu mövzunu izah etməmişdən öncə bir sualım olur. Eyni köklü sözləri necə başa düşürsünüz? Eyni köklü sözlər dedikdə nə anlayırsınız? Və eşitdiyim cavab həmişə bir olur. Müəllim, kökləri eyni olan sözlər eyni köklü sözlər adlanır. Mən bu cavabı doğru olaraq qəbul etmirəm. Niyə? Çünki hər kökü eyni olan söz eyni köklü söz hesab edilmir. Bəs doğru tərif necədir? Eyni bir kökdən düzələn sözlər eyni köklü sözlər adlanır. Fikir verin, eyni bir kökdən düzələn sözlər dedim. Deməli, orada mütləq bir söz düzəlməlidir. Sanki mən sizə gül sözünü təqdim edirəm. Deyirəm ki, gül sözündən müxtəlif sözlər düzəldin. Və gül sözündən siz hansı sözləri düzəldə bilərsiniz? Məsələn, gülçü, güldan, güllük, düzdürmü? Burada həqiqətən də sözlər düzəlir. Çünki gülçü sözü insan anlayışı bildirir, güldan sözü qab anlayışı bildirir, güllük isə müəyyən ərazini bildirir. Bir-biri ilə əlaqəsi olmayan 3 fərqli söz düzəldir. Amma mən gül sözünü 3 formada işlətsəm, məsələn, güllər, gülə və gülür. Burada mən heç bir söz düzəltmiş olmadım. Sadəcə gül ismini müxtəlif formalarda işlətmiş oldum. Sanki mənə gülü veriblər və gülü müxtəlif formalarda, sağ, sol, müxtəlif formalarda şəklini dəyişdirib qoymuşam. Yəni burada heç bir sözün yaranması yoxdur. Yaxşı, bəs bunlar eyni köklü deyil də nə? Eyni sözün müxtəlif formaları. Eyni köklü söz olması üçün bir sözün mütləq orada fərqli mənalara malik olan sözlər düzəlməlidir. Eyni köklü sözlər üçün, bu dərsi yaxşı qavramağınız üçün 3 şərti bilməyiniz kifayətdir. Mən 4, 5 şərt demirəm, 3 şərti deyirəm. Hansı şərtlərdir onlar? Birincisi, sözlər düzəltmə olmalı, yəni leksik şəkilçi olmalıdır, az öncə qeyd etdiyim kimi. Kök eyni nitq hissəsinə aid olmalıdır. Baxın, gülçü, güldan, güllük sözlərinin hər birinin kökü gül ismidir. Sözlərin kökündə mütləq məna əlaqəsi olmalıdır. Yəni, köklər eyni mənanı bildirməlidir. Mənim yazdığım bu hər 3 sözün kökündə gül ismindən söhbət gedir. Biz bilirik ki, gül sözü 2 mənada işlənir. Bir gülmək feili, bir digəri isə gül ismi, düzdürmü? Mənim işlətdiyim nümunədə söhbət gül ismindən gedir. Mən o sözlərdən birini götürüb, məsələn, güllük sözünü oradan götürüb yerinə gülüş qoysaydım, onda həmin sözlər eyni köklü olan deyildi. Ona görə ki, güllük sözünün güldan, gülçü sözlərinin kökündə gül ismindən söhbət gedir. Amma gülüş sözünün kökündə isə gül feilindən söhbət gedir. Gülüş sözü ola bilər gülünç sözü ilə eyni köklü. Ona görə ki, gülüş sözünün kökündə də gül feilindən söhbət gedir, gülünç sözünün kökündə də gül feilindən söhbət gedir. Daha sonra şagirdlərin, abituriyentlərin testlər zamanı qarşılaşdığı bir sıra çətin məqamlar var ki, hansı ki fikir onlara yanlış olaraq görünür, amma doğrudur, doğru olaraq görülür, yanlışdır. Bunlar hansı fikirlərdir, hansı ki ehtiyatlı olmalı, diqqət yetirməli olduğu məqamlar, test tapşırıqları zamanı diqqət edəcəyimiz məqamlar. Bir, sizin qarşınıza belə bir fikir çıxa bilər ki, eyni köklü sözlərdə qrammatik şəkilçi ola bilər. Bu fikir doğru fikirdir. Doğru olaraq qeyd etmişəm. Niyə görə doğru fikirdir? Mən az öncə dedim ki, eyni bir kökdən düzələn sözlər, yəni eyni köklü sözlərdə leksik şəkilçi iştirak etməlidir, vacibdir. Leksik şəkilçi vasitəsilə formalaşır eyni köklü söz. Amma demədim ki, qrammatik şəkilçi ola bilməz. Leksik şəkilçi kök, leksik şəkilçidən sonra, yəni lazım olan qədər biz qrammatik şəkilçi işlədə bilərik. Bu, sözün eyni köklü olmasına mane olmur.